verilməyib. Bəs növbəti ilin dövlət büdcəsinin müzakirəsi zamanı uşaq pulunun bərpası məsələsi yenidən gündəmə gələ bilərmi? Milli Məclisin üzvü Fazil Mustafa mövzu ilə bağlı bizim mediaya açıqlamasında uşaqlara verilən müxtəlif müavinətlərin artırılmasını müzakirə olunacağını bildirib. Bununla bağlı ayrıca bir təklifin verilməsi dəfələrlə izah olunub. Uşaqlarla bağlı xeyli müavinət formaları var. Həmin müavinət formalarının artırılması məsələsi gündəmə gətiriləcək. Bilavasitə müavinətlər o zaman artar ki, minimum yaşayış məbləği artsın. Bu artanda ona müvafiq olaraq müavinətlərin artımı nəzərdə tutula biləcək. Çünki müavinətlər minimum yaşayış məbləğinin həddindən aşağı olmamalıdır. Bu baxımdan bu kimi təkliflər orada nəzərdə tutulacaq. Konkret uşaq pulu deyilən bir termin yox. Ayrı-ayrı müavinət formaları mövcuddur. Uşaqlar üçün müxtəlif müavinət formalarının əlilliyə, təhsilə görə verilən təqaüd və sair müavinətlərin artırılması məsələsi büdcə müzakirələrində gündəmə gətiriləcək, deyə deputat əlavə edib.